Düşməmək yaxşıdır, sevinin. Sevinin ki, ölmürsünüz. Normal şəkildə sağlam arıqlayırsınız. Orqanizminiz arıqlama prosesinə düzgün, normal fizioloji cavab verir. Normaldır o, elə olmalıdır. Mən nəfəs alıram. Bu görəsən niyə mən nəfəs alıram? Yəni bu necə normal bir şeydirsə də sizin nəfəs almağınız bu da o qədər normaldır. Niyə özünüzü xəstə çıxartmağa çalışırsınız? Yox, hamı da belədir. Yəni başa düşürsünüz, tək sizdə problem ola. Məsələn var da burada məsələn problemli insanlar, ağır problemləri, ağır dərdləri olan insanlar var. Onun xüsusidir. Tamam. Hamı da elə deyil, amma hamı da belədir. Belə də olmalıdır. Sadəcə siz istəyirsiniz ki, sizcə orqanizm sizin kaprizlərinizlə işləmir. Zakazla işləmir. 4 kilo getsin, 5 kilo getsin. Ay elə işləmir. Yəni müəyyən mexanizm var, müəyyən genetik qanuna uyğunluqlar var, müəyyən fizioloji qanuna uyğunluqlar var. Çox da siz istəyirsiniz. Nə olsun ki, istəyin o qədər istəyin ki. İstəyirəm ki, səhər durum, görüm mənfi 10 kiloqram. O qədər istə, yuxunda görəcəksən onu. Gör yuxunda, yaxşı olacaq. Amma orqanizm çox gözəl, mükəmməl qurulmuş, zərgər dəqiqliyindən qurulmuş, ideal bir mexanizmdir. Başa düşürsünüz? O bilir nə ağrır. O bilir nə var, instinktiv olaraq bədəndə gündə minlərlə proses gedir, minlərlə kimyəvi reaksiya gedir. Hansı birindən xəbəriniz var? Hansı birindən xəbəriniz var? Qan yaranmanın ümumiyyətlə kimyəvi strukturunu, neçə dənə faktorlu üst-üstə reaksiyalar gedir qan yarananda. Nə qədər elementlər var, kimyəvi elementlər var. Mendeleyevin dövri sistem cədvəli, neçə dənə orqanizm tutmuşsunuz bir dənə kalsiyumdan, maqneziumdan. Kalsiyumdan, maqneziumdan iş qutarmır. Ona görə onlara qidanın əlavəsi deyirlər. Onlarla heç nə eləyə bilməzsiniz siz. Ona görə də bu mexanizm özü əslində bilir. Sadəcə xarab eləməyin. Oyuncaq kimi bildi, mən neyim? Hamı bu həyata gəlir. Bu həyata gəlmişsinizsə, deməli bu həyatda varsınız. Ona görə heç kim qarışa bilməz. Çalışın ki, doğrudan da bu əlinizdə olan mükəmməl bir mexanizmin dəyərini bilin. Bilirsiniz nəyə oxşuyur bəzi insanlar? Bəzi insanlar, uşaqlar var, götürürlər, belə baxırlar, oynayırlar, görür çəkizi götürür təpəsinə qırır. Deyir, bala, niyə qırırsan? Niyə elə eləyirsən? Heç nə. Uşaq kimi davranırlar orqanizmlərlə. Yəni, o oyuncaqdır və elə bir ki, qırmaq istəyirəm. Və bütün mexanizmi bərbad eləyəndən sonra, metabolik problemlər, maddələr mübadiləsini ortadan belə yarıya böləndən sonra oturub fikirləşirik. Bu iş, əşi, nə bu iş? Nə bu iş? Gecdir.